Növbəti çıxışçı Ziya müəllimdir. Buyurun. Hamınızı salamlayıram. Mən Ziya Ağayev, Abşeron Logistika Mərkəzi İdarəyyətin sədriyim. Anlaram, sizə də təşəkkürümü bildirirəm. Mən çıxışıma başlamamışdan çıxışımı Niyazi müəllimin öz çıxışında verdiyi bir ifadə ilə davam etmək istəyirəm. Strategiya, tədbirlər bir planı, düşünülmüş tədbirlər planı deyil. Strategiya haqqında mən qısa bir fikir deyib, sonra bizim mərkəz haqqında məlumat verib və təqdimata keçmək istəyirəm. Mən düşünürəm ki, strategiya, bəli, çox gözəl vurğuladı. Strategiya planı, düşünülmüş tədbirlər planı deyil. Strategiya memar işidir. Hər bir şirkətin bazarda unikal mövqeyinin formalaşdırılması üçün memarın və yaxud da ki, Memarlar Birliyinin qrupbasını buna idarə heyəti adlandıraq, board adlandıraq, necə adlandırırsınız, elə də adlandıraq. Onların birlikdə hazırladığı müəssisənin bazarda unikal, özünə məxsus mövqeyinin formalaşdırılmasıdır. Bizim mərkəz haqqında məlumat vermək istəyirəm. Abşeron Logistika Mərkəzi 2018-ci ildən etibarən artıq fəaliyyət göstərir. Demək olar, bu il 8-ci ilimizi qeyd edirik və hala biz mərkəz başlayanda mərkəzin əsas vizyonu, hədəfi, missiyası ölkədə bir terminal yaratmaq, ölkəyə ixal olan yüklərin terminal xidmətlərini təşkil etmək və bu sayədə ixtisaslaşmaq idi. Lakin bu 8 il ərzində bizim mərkəzin vizyonu, mən deyərdim ki, vizyonu da, strategiyası da 3 dəfə, 5 dəfə, bəlkə də elə 8 dəfə hər il dəyişib. Çünki istənilən müəssisənin, bildiyimiz kimi, istənilən müəssisədə, istənilən biznes qurumda təbii ki, vizyon olmalıdır. O vizyonu strategiya tökülməlidir. Həmin strategiyanı dartıb aparacaq komanda formalaşmalıdır. Burada əsas məsələ, bax, bu vizyonun strategiya tökülməsi, bu strategiyanın kimlərin formalaşdırılması və bu formalaşmış strategiyadan kimlərin necə istifadə etməsidir. Strategiya deyəndə adətən hamımız, əsasən hamımız deyək. İndi hamımız deyək, bir məsələn, dar çərçivəsi işəyə salmayıb. Strategiya deyəndə adətən hər hansı bir qarşıya qoyulmuş hədəfə çatmaq üçün ətraf mühitin analiz olunması, resursların təhlil edilməsi, stakeholderların təhlil edilməsi və bütün toplanmış bu təhlillərin bir də corporate appraisal deyək, korporativ qiymətləndirməsinin aparılması və bu qiymətləndirmə nəticəsində strateji seçimlərin olması nəzərdə tutulur. Ancaq mən deyərdim ki, bizim Abşeron Logistika Mərkəzində 8 biznes line fəaliyyət göstərir və hər bir biznes line'in özünün yazılı, şifahi, olmayan strategiyası var. İndi mən buna misal göstərəcəm. Məsələn, bizim bildiyimiz strategiyalar rasional strategiyalar. Rasional strategiyalarda təbii ki, qarşıya bir hədəf qoyulur. Həmin hədəfə nail olmaq üçün tədbirlər planı hazırlanır. O tədbirlər planı yazıya çevrilir, bilindik, içildik, deşildik və ona əməl edilir və belə deyək də komanda formalaşır. Həmin komanda vasitəsilə nəticəyə doğru, nəticəyə yönəlik addım atılır. Mən burada sadəcə haşiyə çıxıram, bizim mərkəzin biznes strukturuna qayıtmaq istəyirəm. Bizdə terminal xidmətləri, anlar logistikası, beynəlxalq daşıma xidməti, ölkə daxili daşıma xidməti, gömrük təmsilçiliyi xidməti, ondan sonra bizim Çin Respublikasında fəaliyyət göstərən yenə logistika xidməti və qəmir yolu sahəsində xüsusi ekspedisiya xidmətlərimiz var və bu xidmətlər 4 hüquqi şəxs altında formalaşır. Yəni 4 MMC adı altında fəaliyyət göstərir. Mən deməli bizim mərkəzlə başlayanda rasional strategiyalardan başlamışdıq. Rasional strategiya nədir? Biz təhlil elədik ki, biz terminal olaraq işə başlamışıq. Hədəfimiz anbar logistikasını inkişaf elətdirməkdir. Ölkəyə daxil olan yüklərin terminal xidmətlərini göstərməkdir. Lakin günlərin biri bu geosiyasi vəziyyət dəyişdi. Beynəlxalq nəqliyyat dəhlizlərində anidən dəyişikliklər baş verdi. Süveyş kanalı bağlandı, Novorosiysk dəhlizləri problemlər yaranmağa başladı və bu zaman
təsəvvür edin ki, bizə müraciətlər gəldi başqa ölkələrdən, Qazaxıstandan, Çindən, Türkiyədən və digər ölkələrdən, Avropa ölkələrindən. Müraciətlər nədən ibarətdir? Sahibkarlar da çıxır bizə, bizdən həmin marşrutların alternativ olaraq, Novorossiysk marşrutuna alternativ olaraq, Süveyş kanalına alternativ olaraq, Azərbaycandan bir dəhliz olaraq və bizim mərkəzdən də logistik mərkəz olaraq istifadə etmək istəyirlər. Və bizdən full paket xidmət istəyirlər. Bu xidmətə nə daxildir? Yüklərin Türkiyədən, Ukraynadan götürülməsi, Azərbaycana gətirilməsi, bir nəqliyyat vasitəsindən digər nəqliyyat vasitəsinə aktarılması, türk dilində desək, gömrük işinin görülməsi və digər nəqliyyat vasitəsi ilə sonuncu təyinat ölkəsinə çatdırılması. Amma burada bir ziddiyyət var. Bizim strategiyada, yazdığımız strategiyada 3 illik belə bir şey yoxdur. Belə bir produktun yaranması, bu produktun icra olunması yoxdur. Nə etmək lazımdır? Axı strategiya yazmışıq. Bizim əlimizdə bir 3 illik strategiya var. Strategiyada terminal və anbar xidmətinə məhdudlaşmışıq. Biz nə etməliyik? Biz o produktu imtina etməliyik. Həmin sahibkarlardan üzümü çevirməliyik. Əlbəttə ki, belə də etmədik. Biz yazılı strategiyanı bir növ qısa müddətliyinə kənara qoyduq. O produktu formalaşdırmaqdan ötürü beynəlxalq daşıma xidmətini formalaşdırdıq, gömrük təmsilçiliyi xidmətini formalaşdırdıq və bunlar hamısı hərəsi öz-özlüyündə biri 30 nəfər, biri 40 nəfərdən ibarət bir komanda formalaşdı və bu komandalar vasitəsilə ortaya vahid bir produkt qoyuldu. Çünki ölkə xaricində olan sahibkarlar Azərbaycanda ölkə daxilində bu full paket produktu əldə etmək üçün heç bir imkanı yoxdur. Adamlar xaricidir, adamların yerli bazarda bu produkta əl çatanlığı yoxdur. İndi belə deyək, belə çıxır ki, biz strategiyanı kənara qoyduq. Strategiya belə çıxır, aktual mövzu deyilmi? O zaman strategiya olmalı deyilmi? Əslində bu da belə deyil. Mən adətən strategiya ilə danışanda bəzi yoldaşlarla bizim müzakirəmiz olur. Deyirlər ki, strategiyadan kənarlaşmaq olmaz, strategiyaya doğru gedilməlidir, strategiyada nə yazıbsa ona əməl edilməlidir. Mən belə bir cavab verirəm ki, yəni siz adətən strategiya ilə bağlı mövzuları bəli oxumusunuz, ancaq o mövzunu tam axıra qədər oxuyub bitirməmisiniz də. Çünki strategiyanın başqa növləri də var. Strategiyanın rasional modelindən başqa bunun emergent modeli var, logical incrementalism modeli var, freewheeling opportunism modeli var. Bu modellər hər bir bazarda bazarın özünün dinamikasına, stabilliyinə uyğun olaraq hansı strategiyadan, necə və hansı formada, kim tərəfindən istifadə edilməlidir, onlara doğru seçilməlidir, zamanında əməl edilməlidir. Əks halda o strategiyalar, belə deyim də, yəni nəzəri əsasdan başqa bir şey qalmır. Plus, bu rasional strategiyalar, bizim adətən klassik olaraq istifadə etdiyimiz strategiyalar, bunlar stabil bazarlarda, bazarlar dəyişmirsə, 10 il, 20 il, 30 il, 40 il bir bazar stabil olaraq dinamik inkişaf edirsə, o bazarlar üçün kifayət qədər aktualdır və effektivdir. Ancaq hər il bazarda bir dəyişiklik baş verir bu günləri. İndi biz bu günləri ölkədə bütün ixalçılar, ixracatçılar, tranzit işi ilə məşğul olanlar, bir çox istehsalçılar bizim mərkəzi tanıyırlar, biz onlarla sıx əməkdaşlıq edirik, çünki onların bir çoxunun yükü bizim terminala daxil olur və bazarda istər ixalçı tərəfindən, istər ixracatçı tərəfindən, hamısı həm qanunvericilik tərəfindən, həm geosiyasi olaraq hər il nəsə bir dəyişiklik baş verir. Bu da əsasən də bu müharibələrlə əlaqədar olaraq son dövrlərdə, son 5-10 ildə baş verən proseslərdir. Pandemiya özü. Pandemiyada qapanmalar baş verdi. O zaman anbar logistikasında dəyişikliklər baş verdi. İdxalların özündə, şəhərə çıxışların İnsanların şəhərə çıxışı müəyyən reglamentə əsasən icazələr verilirdi. Bu zaman nə edilməlidir? Biz strategiyamızı götürüb, o strategiyaya uyğun gedib şirkəti, belə deyək də, yazılı strategiya var deyə batırmalı deyilik də. Təbii ki, anidən bir, nə deyirlər ona, effektiv bir qrup olmalıdır. O qrupa idarə heyəti də ola bilər, işçi qrupası da ola bilər, rəhbər heyətdən, middle managementdən və yaxud da ki, aşağı leveldən toplanmış işçilərdən ibarət bir çevik bir qrupa da ola bilər. Bunlar yığışmalıdır, toplaşmalıdır və bu da uyğun çevik qərar verilməlidir. Əslində, bunun özü də strategiyadır. Bu demək deyil ki, bunlar strategiya deyil. Mən ona görə Niyazi müəllimin çıxışını sonunda qeyd etdiyi suala cavab olaraq deyirəm ki, strategiya, yenə qayıdıram birinci ifadəmin üstünə, strategiya memar işidir. Şirkətin
həmin dövrə və yaxud da ki, proqnozlaşdırıla bilən dövrə unik mövqeyinin yaradılması üçün atılan bir fəaliyyətdir. Hətta mən sizə bir şey deyim, bu nəzəriyyələrin özündə də belə bir şey yazılır. Strategiyaların, mən bir 3-ə yaxın strategiya ilə bağlı kitab özüm şəxsən oxumuşam, xarici ədəbiyyatlardan. O kitabların sonunda belə bir yanaşma var, oyunlar nəzəriyyəsi. Oyunlar nəzəriyyəsində çox yaxşı bir ifadə işlədir. Özdə strategiya, şirkətin strategiyası necə formalaşdırılmalıdır? Təsəvvür edin, 6 ay bu kitabı oxuyursan, 3 ay, 6 ay, indi kimin nə qədər vaxtı varsa da və sonda belə bir şeylə, tekstlə rastlaşırsan, oyunlar nəzəriyyəsində deyir ki, əslində bu oxuduğunuz materiallar hamısı alətdir. Bu alət hansı oyunçunun əlinə necə düşəcəyindən asılıdır. Bazarda 3 cür oyunçu olur. Yaxşı oyunçular, 5-7, rəqibinin 5-7, nə bilim 10 addım sonrasını proqnoz eləyib, ona uyğun kontra hərəkət edən oyunçular, bunlar yaxşı oyunçulardır. Daha yaxşı oyunçular, rəqibinin 2-3 addımını proqnoz eləyir və ona uyğun bir strategiya formalaşdırır. Bir də Grandmasterlar, bir xoda bütün oyunu aparır. Yəni, əslində bazarda bu strategiyalar frame-dir, alətdir. Hansı oyunçunun əlinə necə düşməyindən asılı olaraq dəyişir. Təbii ki, bu bizim fikirlərimizdir və bizim mərkəzin təcrübi olaraq yaşadığı 8 il ərzində formalaşdırdığımız və başımıza gələn təcrübədən olaraq belə qənaətə gəldiyimiz, nəticəyə gəldiyimiz özümüzə məxsus fikirlərdir. Bundan razılaşa da bilərsiniz, razılaşmaya da bilərsiniz. Digər məsələ, strategiya necə formalaşdırılmalıdır? Bununla da bağlı məndən öncəki spiker qeyd elədi. Bu daxili resurs, in-source bir də outsource. Yəni, adətən strategiya deyəndə kənar outsource şirkətlərə müraciət edilir. Kənar outsource şirkətlər gəlir, şirkətin strategiyasını yazır, 3 illik, 5 illik və s. Əslində, o kənar şirkətlər gəlib şirkətə, bayaq dediyim kimi, strategiya necə yazılmalıdır, onu öyrədib gedir. Strategiyanın müəssisə özü yazmalıdır. Kənar şirkət yazmalı deyil. Bilirsiniz niyə? Mən ona görə ki, hər bir insan özü-özlüyündə unikal bir varlıqdır. Yəni, bir insandan hər birimiz ayrı-ayrılıqda bir fərdik. O fərddən mən sizə inandırım ki, ikincisi yoxdur, ona bənzəri də yoxdur. Dale Carnegie'nin bir sözü var, kitabında mən oxumuşdum. Deyir ki, əgər valideynləriniz sizdən ikincisini yaratmaq istəsələr, ikincisini dünyaya gətirmək istəsələr, eyni sizdən olma ehtimalı 300 milyardda birdir. Yəni, artıq yoxdur da, yəni bu unikal bir varlıqdır, insan özü unikal bir fərddir. Və təsəvvür eləyin ki, bir müəssisədə 1000 nəfər işləyir, 500 nəfər işləyir, 30 nəfər işləyir, fərqi yoxdur. Həmin unikal fərdlərdən ibarət unikal bir müəssisə yaranıb. Bu o deməkdir ki, bir müəssisənin də digər müəssisəyə bənzərliyi yoxdur. Hər bir müəssisənin özü ola bilməz ki, yəni bu bizim logistika şirkəti, ikinci logistika şirkəti və yaxud da ki, ikinci istehsalat şirkəti və yaxud da ki, ikinci ixracat şirkətinin rəqibləri bir-birinə bənzəsin. Çünki bunların fərdləri zaten özləri özlüyündə unikal fərdlərdirlər. Yəni bunların bənzəri yoxdur. Ona görə də strategiyaların formalaşdırılmasında mütləq şəkildə təbii ki, bu freyimlər öyrənilməlidir. Bu freyimlərdən necə istifadə edilməlidir, bunlar öyrənilməlidir, bir alət kimi instrumentə çevrilməlidir. Ancaq bu strategiyaları mütləq şəkildə biz hesab edirik ki, şirkətin özü ola bilər qustarnisyonla, ola bilər təkmil formada, ola bilər nə bilim orta səviyyədə formalaşdırmalıdır. Amma şirkət özü etməlidir. Çünki şirkət, bayaq yenə Niyazi müəllimin çıxışına qeyd edəcəm ki, strategiyanı səhər yeməyində mədəniyyət yeyir. O həqiqətən elədir. Çünki sən strategiyanı formalaşdırırsan, strategiyanı yazıb ortaya qoyan kimi xarici şirkət də gəlib oturub, xarici və yerli şirkət, fərqi yoxdur, gəlib oturub sənin nə mədəniyyətini, nə daxili proseslərini, nə biznes proseslərini, nə reglamentini, bunların heç birini nəzərə alaraqdan deyək, qismən nəzərə alaraqdan deyək, formalaşdırıb və bunu gətirir, qoyur tam fərqli bir orqanizmin qarşısına. O orqanizm bunu həzm etməlidir. Axı bu orqanizm bunu öz orqanı üçün, öz bədəni üçün, öz varlığı üçün formalaşdırmayıb axı. Yəni, bunun yolu təbii ki, biz indi sual ola bilər ki, biz kənar şirkətlərdən istifadə etmişikmi? Başlayanda bir dəfə etmişik, bəli. Niyə etdik? Çünki o şirkətdən istifadə etdik, ödənişini etdik, gəldi bizim strategiyanı formalaşdırdı. Strategiyamız formalaşdırmadı əslində. Biz strategiya necə formalaşdırılır,
Onun alətlərini biz onlardan aldıq. Sonra çevik işçi qrupası formalaşdırdıq. Həmin işçi qrupasına tərkibində bir şöbə, sonradan departamentdə yaratdıq. Həmin departament rəhbərliyi hal-hazırda da burada aranızda əyləşir. PMO departamenti yaratdıq və biz bazarda anidən bir dəyişiklik olanda və yaxud da ki, hər hansı bir yaxşı və ya pis gözlənti olanda bu işçi qrupası təcili toplaşırıq, elə içi idarə heyəti daxil və bazarın, mərkəzin növbəti 3 illiyin demirəm, 3 aylığı üçün tədbirlər planı, fəaliyyəti, nə bilim, balaca bir strategiyası hazırlanır, ortaya qoyulur ki, bizim artıq növbəti hədəfimiz, addımımız budur və bu formada davam edəsik. Ondan sonra digər məsələ insanlara və sistemə əsaslanan təşkilatlar. Mən digər bir məsələ, burada nəyə nəzərdə tutmaq istəyirik? Deməli, çox keçdim. Adətən, kimlə müzakirə edirsən, hamı deyir ki, sistemdən asıllıq olmalıdır, insandan asıllıq olmalı deyil. Mən düşünürəm ki, bunu belə pis çıxmasın, çoxumuz əzbərləmişik. Hamı da bunu deyir ki, bəli, sistemdən asıllıq olmalıdır, insana bağlıq olmalı deyil. Strategiyalar 3 hissədə yazılır. Bir, korporativ səviyyədə, ikinci, biznes səviyyədə, üçüncü, əməliyyat səviyyəsində. Əməliyyat səviyyəsində gəlin bir istehsal müəssisəsindən götürək. Məsəl üçün, bizim biznes parkda bir istehsal müəssisəsi var, fanera istehsalı gedir. 2 dəqiqə üçün açdıraq da mümkünsə. Çətin yanar müəllim. Olsun 5 dəqiqə. Oldu. İstehsal müəssisəsi gedir. Bu istehsal müəssisəsinin fanera istehsal edir. Həmin fanera çıxmalıdır hansı bazarlara? Bunun korporativ strategiyası yazılır. Biznes strategiyası necə çıxmalıdır? Operational strategiyası hansı istehsal avadanlığından necə istehsal getməlidir? Burada insanların rolu nədir, necə olmalıdır? Təbii ki, əməliyyat səviyyəsində insandan asıllıq olmalı deyil. Ancaq istənilən müəssisədə, mən düşünürəm ki, hər bir müəssisə bu vizyon sahibi və ya sahibləri kimdirsə, bir mənalı şəkildə ondan asılıdır. Sən vizyon sahibin və ya sahiblərini və ya sahiblərindən ibarət qrupu dəyişdirdinsə, sən müəssisəni dəyişdirmiş sayılırsan. Yoxsa mən dəyişdirirəm şeyi, insanlardan, mən sistem qurmuşam, insandan asıllıq yoxdur, bugün filan kəsi çıxardıram işdən, onun yerinə onu gətirirəm. Bizim özümüzdə də elədir. Beynəlxalq daşımanın bir rəhbəri var, daxili daşımanın bir rəhbəri var, broker komandasının öz rəhbəri var. Dəmir yolu ekspertlik xidmətinin öz rəhbəri var. Adamlar 8 il, 9 işləyir. Mən özlərinə demişəm ki, bu işlər, bu fəaliyyətlər sizin üzərinizdə qurulub. Siz yoxsuzsa, ona görə işinizi bir partnyor kimi baxın da məsələyə. Yoxsa mən bugün çıxım bazara, beynəlxalq daşımaya rəhbər axtarım, çıxım elana ki, mən beynəlxalq daşıma rəhbərini dəyişdirmək istəyirəm. Bu köklü şəkildə elə deyil. Çünki beynəlxalq mən 8 sahənin eksperti ola bilmərəm də. Mən idarətin sədri ola bilərəm, ancaq 8 sahənin də eksperti ola bilmərəm. Mümkün deyil. Hər sahənin, hər biznes sahənin özünün rəhbəri var. Həmin rəhbər də öz ekspertizasına əsaslanaraq öz sahəsinin vizyonunu formalaşdırır. Mən vizyon sahibini necə dəyişdirə bilərəm bax? Bu mümkün olan şey deyil. Mən Anar müəllim, istəyirsinizsə davam etməyək, yarım saat. Eləyim, davam eləyək. Burada bu ekspert və menecer məsələsi, kadrların seçimində, icra və liderlik məsələsində, kadrların seçimində də çox vacib bir məsələ var. Bunu da qeyd edib çox üzərində qalmaq istəmirəm. İstənilən sahədə adətən kadrların seçimində ən böyük strategiyaların icrası zamanı, komandanın formalaşdırılmasında ən böyük yol verilən xətalardan biri eksperti rəhbərlə, rəhbəri ekspertlə səhv salmaqdır. Sən bugün hansısa ekspert, sahənin eksperti ola bilər, o səndə konsultant kimi işləyə bilər, məsləhətçi, müşavir kimi işləyə bilər və yaxud da ki, baş mütəxəssis kimi işləyə bilər. Amma sən gətirib onu rəhbər qoyub, məsəl üçün, belə bir məşhur deyim var da, siz də bilirsiniz böyük ehtimal ki bunu, ki mən yaxşı satıcımı satış rəhbəri qoymaqla 2 böyük problemlə üzləşirəm. 1, yaxşı satıcımı itirirəm, 2, pis satış rəhbəri qazanıram. Mikromanagement. Bununla bağlı mən qeyd etmək istəyirəm ki, bunlar adətən bizlərdə təcrübədən yığılmış məqamlardır. Mən, məsələn, dediyim kimi, bizdə 8 biznes layın var. Mən özüm şəxsən müşahidələr aparmışam. Adətən, ümumiyyətlə, insan hansısa proses, kiminsə haqqında, müəssisə haqqında fikir bildirəndə, mən düşünürəm ki, bir xeyli təhlil aparmalıdır, ondan sonra fikir bildirməlidir. Yoxsa ilk baxışda, məsəl üçün, filan departament rəhbəri
nə bilim, kiçik mütəxəssis seçəndə özü seçir, bu mikromenecerdir və yaxud da ki, maliyyə hesabatında nə bilim, debitorlara qədər özü düşür, bu mikromenecerdir. Bu ifadələr mən düşünürəm ki, yanlış ifadədir. Çünki sən kimisə mikromenecment adlandıranda birinci baxmalısan ki, o rəhbərin mikrosəviyyə düşməyinin əsasları nədir, səbəbləri nədir? Məsəl üçün, mən canlı şahidi olmuşam. Bizdə deyək ki, elə yenə beynəlxalq daşımalardan misal gətirmək istəyirəm. Rəhbər bəzi sahələrdə gedir sənədləşməyə qədər öz aparır, üzləşmə aktına qədər. Bəzi sahələrdə, məsəl üçün, Çindən deyək ki, daşımalar olur, həmin daşımalarda o detallara düşmür. İndi baxırsan, bir sahədə mikromenecerdir, bir sahədə bu adam qlobal səviyyədə düşünə bilir. Deməli, orada faktorlar var. Deməli, sənin təyinatında problem var və yaxud da ki, resurs çatışmamazlığı var, kapasitet çatışmamazlığı var. Yəni, bunun özü belə sualdır, mütləq şəkildə təhlil olunmalıdır və bundan bir az öncəki slaytda da qeyd etdiyim kimi, ekspert və menecer məsələləri çox ehtiyatla işlənib hazırlanmalıdır və komanda formalaşdırılanda onlara dəqiq fikir verilməlidir. Bir dənə qısa bir şey deyim, təqdimatı bitirim. Deməli, müəssisələrin performansının qiymətləndirilməsində Boston Consulting Group'un Vertical Matrix adında bir yanaşması var. O deyir ki, istənilən biznes quruculuğu bina tikməyə bənzəyir. Bunun bünövrəsində insan dayanır. Sonra biznes proseslər dayanır. Ondan sonra gəlir müştəri, sonra gəlir maliyyə. Bu artıq bu ifadə özü onu göstərir ki, bütün bu təqdimatımızı rezümə etsək, onu göstərir ki, istənilən müəssisədə, biznesdə sistemdən asılılıq insan məsələsində insan faktoru mütləq şəkildə öndədir və belə deyim, bu vizyonun formalaşdırılması, vizyonu kim formalaşdırır, bunu hardan gəlir vizyon, kimlərlə formalaşdırır və buna həssas yanaşılmalıdır və bu mütləq şəkildə nəzərə alınmalıdır. Bir də Anar müəllimin o Niyaz müəllimə verdiyi sualla bağlı ki, o kadrla bağlı ulduz kadr. Birincisi, mən düşünürəm ki, şirkət daxilində günahkar işçi və yaxud da ki, ulduz kadr problemi yoxdur. Çünki hər bir insan, onun özü belə rəhbər tərəfindən təyin edilib. Deməli, təyinatda problem var. Yəni, ona görə o işçilərin, istər şöbə müdürünün, istər mütəxəssisin, istər baş mütəxəssisin təyinatında ehtiyatlı olunmalıdır. Çünki sən zaten adamları işindən ayırıb gətirirsən və onların bir növ talih-üşül qərarını vermiş olursan. Hər bir kadrın yetişməyində də bunun orta məktəbindən təsəvvürünü nəzərə alın, adamın birinci sinifindən düz, universitet yaşları və təcrübə, hər bir insana milyonlarla vəsait gedir bir insanın formalaşdırılmasında. Yoxsa bu ulduz kadrdır, mən bunu işdən çıxardım, ifadəsi ilə anlarım, təəssüf ki, mən razı deyiləm. Çox sağ olun. Sağ olun. Ulduz kadrdırsa, maraqlı çıxışa görə təşəkkür edirəm Ziya müəllim. Ulduz kadrdırsa, Niyazi müəllim dediyi kimi, yəni imkan daxilində işdən çıxartmırsan, amma çıxılmaz vəziyyətsə, şirkət mədəniyyəti ilə qarşı durmaya yaranırsa, təbii ki, şirkət mədəniyyətini seçəcəksən, nəinki ulduz kadr, belə deyək. Ərköyünləşibsə əgər. Bir də situasiyalar fərqli ola bilər. İşçini işə götürəndə 100% əminlik, dünyanın heç bir şirkətində o 100% əminlik yoxdur. Yəni, sən müxtəlif qiymətləndirmə alətlərindən istifadə edərək riski azalda bilərsən. Bizdə də yegəm, Nartio'da var, o potensial müəyyən olur, amma tam 100% əminlik heç bir halda yox. Sınaq müddəti ona görə veririk, biz gedişatda, ola bilər 3 gündən sonra kimlənsə vidalaşmaq məcburiyyətində qalırıq. Ziya müəllimin çıxışına 2 dənə kommentim var. Birincisi, o sistem və fərd məsələsi. Biz Ziya müəllimlə müzakirə eləyəndə spikerlik mövzusunda, orada da bu məsələ ilə bağlı bir müzakirəmiz olmuşdu. Yəni, burada baxışdan çox şey asılıdır. Yəni, sistemin içərisində insan var, yoxsa yox? Yəni, bu sualın birincisi cavabında. Sistemin içərisində təbii ki, insan var. Yəni, şirkətin idarəetmə sisteminin çox önəmli bir həlqəsidir, elementidir insan. Və ona görə insanla sistemi çox da qarşı-qarşıya qoymuruq. Amma təbii ki, sistemdə qüsur varsa, onda insan önə çıxacaq və insanla asılı olacaq. O da çox vaxt problemli olur. İkinci məsələ, o konsalting şirkətindən, kənar şirkətlərdən işləmək məsələsi. Bunu həm Niyazi müəllim vurğuladı, həm Ziya müəllim. İkisi də istifadə ediblər, məncə ikisi də razı qalıblar. Yəni, yanlış nəticə çıxartmayaq, ona görə deyirəm. Yəni, sadəcə şirkətin miqyası böyüdükcə daha çox strategiya hazırlamaq üçün dəvətlənir, strategik fasilitasiya üçün daha çox xidmət alırlar. Hansısa bir
hissəsi üçün xidmət və yaxud da almırlar. Yəni şirkət böyüyəndə ekspertiza qəp yaranmır. Çox hallarda ehtiyac olmur, amma şirkətin miqyasından çox asılıdır. O kiçik orta biznesdə xüsusilə sən həmin o ekspertizanı təmin edə bilmirsən. Çox bahalı olur. Ona görə məcbur olub ona faydalanır. Bir də Ziya müəllimə bir sual var. Ziya müəllim Niyazi müəllimə verdiyim suala cavab verdi, amma sizin üçün də sual çıxdı sizin mövzuda. Strategiya hazırlayanda siz strategiya kobud desək prioritet deməkdir, şirkətin prioritetləri. O prioritetləri müəyyənləşdirəndə ağlımızda nəyi tuturuq? Yəni mənfəəti də tuturuq təbii ki. Ümumiyyətlə sizin fikrinizcə, sizin öz təcrübənizdə daha çox nəyin işığında, nəyin fonunda o prioritetləri müəyyənləşdiririk? Bu çox yaxşı sualdır, Anar müəllim. Bu sual deməli strategiya hazırlananda, tək strategiya hazırlananda yox, ümumiyyətlə müəssisənin baxırsan ki, müəssisə inkişaf eləyir. Bu il 1 milyon mənfəət verdi, gələn il keçdi 3 milyona. Baxırsan ki, sən bunu dünyada bir 15 ölkəyə yayılmaqla, bazara çıxmaqla bunu 150 milyona da qaldıra bilərsən. Nəyi prioritet götürməlisiniz? Bunu soruşdu da yəqin ki, düzdürmü? Prioritetlər nədir? Yox, prioritetlər nədir yox. Prioritet müəyyən olanda nəyi düşünüb, nəyin fonunda prioritet? Bəli, o yəni prioriteti nəyə görə müəyyən edirsiniz? Meyar nə olur prioriteti müəyyənləşdirəndə? Orada iki əsas faktor var. Bir, təsisçinin risk apetitidir ki, çünki biz hamımız icraçıyıq da sonuçta, deyilmi? Şirkət sahibi deyilik. Yəni hamımız deyəndə biz idarə heyəti, icraçılar, bəli. Biz də təsisçinin mütləq şəkildə təsisçinin risk apetiti müəyyənləşməlidir ki, onun risk apetiti nə qədərdir? Mən bu günləri sürətli böyüyə bilərəm, amma bu böyümənin bir risk premiumu var da. Həmin o risk premiumu götürməyə hazıram, yoxsa yox? Bu maliyyə bazarlarında da belədir. Gedirsən, baxır, investor var, risk iştahası böyüdür, gedir şirkətlərin səhəminə, istiqrazlarına yatırım eləyir. Risk iştahası azdır, risk götürmək istəmir, gedir T-bondlara deyək ki, yatırım eləyir, zero T-bondlar 3 aylıq, 5 aylıq, faizləri də aşağıdır, risk premiumu da yoxdur. Bəli. İkinci, investment horizon, hansı ki, bu horizon hara qədərdir? Həmin o horizon və risk apetitini nəzərə alaraq prioritetləri müəyyənləşdiririk. Çox sağ olun, təşəkkür edirəm.